Avqustun 27-sində olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-24 dərəcə, gündüz 28-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-75%, gündüz 45-50% olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağlıq ərazilərində duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26 dərəcə, gündüz 31-36 dərəcə isti. Dağlarda gecə 13-18 dərəcə, gündüz 20-25 dərəcə isti olacaq. Müasir dizayn, yüksək keyfiyyətli materiallar və peşəkar ustaların əməyi ilə hazırlanan mətbəx mebelləri, yataq dəstləri, qonaq otağı mebelləri, dolablar və fərdi sifarişlər bütün layihələriniz zövqünüzə uyğun hazırlanır. Etibar və güvənin ünvanı Məhrəmoğlu Mebel. Siz xəyal edin, biz gerçəyə çevirək.